Məlum bir hissədə partiyada tapılıbdır narkotik maddə. Niderlandda məşhur Haribo marmeladlarında narkotik maddə çətən aşkar edilib. Bu haqda ölkənin yerli hökumət orqanları məlumat yayıb. Hadisə bir neçə nəfərin şirniyyatı yedikdən sonra halının pisləşməsindən sonra ortaya çıxıb. Mən səhər oxudum bu və çox pis oldum. Çünki uşaqlara qabaq nəvələrimizə biz də alırdıq. Mən özüm nəvələrimə konfet də hazırlayıram, tort da, pirojna da ləzzətlə yeyirlər və sağlıqlı. Məsələ burasındadır ki, Haribo təkcə Niderlandda məşhur marka deyil, elə ölkəmizdə də populyardır. Həm özümüz yeyirik, həm də uşaqlarımıza yedirdirik. Ümumiyyətlə uşaqlar yemişsiniz jilibon? Yemişik, uşaq vaxtı. Çox istifadə edirik özdən. İndi onları elə şəkildə düzəldilər ki, uşaqlar görür, istəyir, amma vərdişdən asılıdır. Məsələn, bizim uşaq istəmir. Xüsusilə valideynlərin narahatlığı ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq. Bəzi xəbər saytlarında Niderlandda Haribo marmeladlarında uyğunsuzluq aşkarlanması ilə bağlı məlumat paylaşılıb. Bu səbəbdən həmin məhsul partiyasının Niderlandda satışının qadağan edilməsi və geri çağırılması ilə bağlı yayılmış məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb. Bildiririk ki, uyğunsuzluq aşkarlanan həmin məhsul partiyaları ölkəmizə idxal olunmayıb və bununla bağlı heç bir narahatlığa əsas yoxdur. Həkimlər və qida mütəxəssisləri isə düşünürlər ki, tərkibində narkotik maddə olan marmeladlar ölkəmizə satılmasa da, ümumiyyətlə uşaqlara bu cür qidaların tez-tez verilməsi tövsiyə olunmur. Bəs müxtəlif vaxtlarda belə qidaların tərkibi ilə bağlı yayılmış müxtəlif fərziyyələr nə dərəcədə reallıq əks etdirir? Jelibon kimi məhsullar var ki, onların tərkibində istifadə olunan şəkər, şəkər siropu, dadlandırıcılar, aromatizatorlar, eləcə də jelatin əgər keyfiyyətli məhsullardan hazırlanıbsa, az miqdarda gün ərzində istifadə oluna bilər. Lakin nəzərə almaq lazımdır ki, tərkibində rəngləndirici, dadlandırıcı olaraq istifadə olunan kimyəvi maddələrə qarşı bir çox insanlarda allergik reaksiyalar, həssaslıq mövcud ola bilər. Ona görə bu məhsulları alarkən onun tərkibində olan Y kodlarına diqqət etmək lazımdır. Bu tip məhsulların xüsusən asıllıq yarada bildiyini də nəzərə alaraq uşaqların daim buna mil salması çox ciddi bir əlamətdir əslində və daha çox bu məhsullardan istifadə edən pasientləri biz görürük ki, endoskopik müayinə zamanı, yəni mədənin müayinəsi zamanı mədən seyikli qişasında ciddi dəyişikliklər, çoxlu sayda eraziv sahələr, yəni qızartıların, dərin qızartıların olduğunu görürük. Həkimlər deyirlər ki, bugün mağazalarda satılan marmeladın tərkibinin 98% kimyəvi əlavələr, dadlandırıcılar və konservantlardır. Orqanizmə ən zərərli 37 ərzaqdan biri sayılan marmeladları qida rasionumuzdan vaxtında çıxaraq ki, sonra nə öz sağlamlığımızdan olaq,